ortaya çıxmış İlham Əliyevin 700 milyonluq 17 mülkdən ibarət olan London mülkləri haqqında danışmırsansa, sabah İlham Əliyev durub desə ki, biz bu şərtə imza atmalıyıq, reallıq bundan ibarətdir və o şərt də Azərbaycan üçün çox ağır ola bilər. Həmin müxalifət dəstəkləyəcək, müdafiə edəcək və Azərbaycanın mənafeyini güdən, tələb edən, güzəştə getməməyə çağıran mövqeyini bombalamaqla məşğul olacaq. Yenə deyəcəklər ki, yox, bundan artına nail olmaq olmaz, bu mümkün deyil, reallığı nəzərə almaq lazımdır. Necə ki, uşaq pulunda deyirdilər ki, siz reallığı nəzərə ala bilmirsiniz. Bu mümkün deyil. Nə mümkün deyildi? Biz deyirdik ki, hökumət uşaq pulu verməlidir. Bütün hamı uşaq pulu verir. Sağımızdakı da, solumuzdakı da, hər yandakı ölkələr, normal ölkələr, özünə dövlət deyən bütün cəmiyyətlər uşaq pulu verirlər. Baxın, indi ölkədəki statistik məlumatlara baxırıq. Ölkədə doğumların sayı sürətlə azalır. Ölkə əhalisi artmır, ölkə əhalisi yaşlanır. Biz doğumu stimullaşdırmalıyıq. Bu vətəndaşlar, ailələr uşaqları ona görə dünya gətirmirlər ki, bu iqtisadi çətinlik onları sıxır, onların üstündə preslik yaradır. Çünki o uşağı dolandırmaq lazımdır, yedirtmək, geyindirmək lazımdır, bunu saxlamaq lazımdır, otaq lazımdır. Yoxdur bu imkan. Ona görə ailələr mümkün qədər az övlad dünyaya gətirirlər. Bu isə ölkə əhalisinin azalmasına və qocalmasına səbəb olur. Və belə halda normalda tələb eləməlisən. Yenə deyirəm, hətta biz sürətlə artsaydıq, yəni bax, bu vəziyyətdə demografik bir problemimiz olmasaydı, yenə uşaq pulu verilməlidir. Niyə verilməməlidir? Adamlar isə deyir ki, yox, bunu siz tələb edə bilməzsiniz. Reallıq ondan ibarətdir ki, buna imkan yoxdur. Bax, həmin vəziyyətdə yenə durub deyəcəklər ki, yox, bundan artığını tələb eləmək olmaz. Azərbaycan buna güzəştə getməlidir.